Ağdam rayonunun Əlağalı kəndində ermənilərin belə bir səngərləri olubdu burada. Bu formadadır, səngərləri olubdu. Bura rəhmətli Əşrəf dayının, Surxay dayının, bir də onların həyət yanı sahələrinin ayaq tərəfidir. Rəhmətli Loğman dayının evinin yanıdır. Deməli, burada belə bir səngərləri olubdu. Bunu indi gördüm. Burada da yenə özləri üçün blindaj düzəldiblər, sığınacaq düzəldiblər. O belə bir yerdə. Bura ağaçlıqdır, çəkil bağı olubdu. Bura qalınlıq olubdu. Yəqin ki, burada bunların belə deyim, havadan müdafiələri zadları olubdu. Müdafiələri zadları olubdu. Buranın da bu da bunların yemək qablarıdır. Onlara məxsus bir yemək qablarıdır. İntihası bu belə əzilibdir. O belə bir yerdir. Bura böyük bir çəkil bağı idi, qoz bağı idi. Rəhmətli Əşrəf dayının, Surxay dayının bağı idi da. Bura həyət yanı sahəsi idi. Belə keçdim bu tərəfə. Burada da belə bir yer var. Səngər.